Daha salam şagirdlər. Texniki problem olduğuna görə 22-ci sualın izahı yenidən 30-a kimi olan izahı ayrıca paylaşıram. Və choose the correct variant düzgün və etməlidir. Scientist cəmdə olduğuna görə dətlər işlənməz. They ümumiyyətlə mübtədə vəzifəsində işlənər olmaz. This scientist success made the boy feel great and was happy. Deyir ki, o alimlərin uğuru uşağı sevindirdi, oğlanı sevindirdi və əlbəttə ki, oğlan sözünü də it olaraq əvəzləyə bilmərik, he olaraq əvəzləyəcəyik. And he was happy və o xoşbəxt idi. Choose the correct variant. Düzgün variantı müəyyən. In this cottage, deyək ki, bu kiçik, is this cottage, bu kiçik ev. Deməli, he bilirik ki, mübtədə vəzifəsində işlənər, uyğun gəlməz. Our və her asıl əvəzliklər olduqlarına görə özlərinə sonra isim tələb edərlər. Bizə müstəqil əvəzlik lazımdır ki, burada ayrıca sonda işlənə bilsin. His and yours. Deyək ki, is this cottage his and is this cottage yours? Bu kiçik ev sizindir və yaxud da bu kiçik ev sənindir və yaxud da bu kiçik ev onundur. Bu mənadadır. Doğru cavabımız C variantı olacaq. 24-cü sualdan davam edirik. Choose the correct variant düzgün və müəyyən edin. 6 day, day s apostrof olardı. Çünki burada 6 gün mənasındadır və 6 days-in deməli passive voice-u belə düzələrdi. Ona görə bu səhvdir. The women's clothes bəli doğrudur. 3 weeks yəni s apostrof olmalıydı. Səhvdir. The Smith's son bu da doğrudur. 2 4 doğru cavabımız D variantı olacaq. Choose the correct variant düzgün və müəyyən. The room is then another one. Burada görürük bir müqayisə var. Deməli müqayisə dərəcəsi olacaq. Bunları çıxırıq. Long da bir hecalı olduğuna görə müqayisəsi də mora ehtiyac yoxdur. Doğru cavabımız B variantı olacaq. The room is longer than another one. Deməli, bu otaq digərindən daha uzundur. 26-dan davam edir. Choose the correct variant düzgün və edin. The earth's surface. Bir ki, earth dünya tək olduğuna görə apostrof S-dən düzəlir. Bəli, the Smith car S apostrof olmalıydı. Xeyr. Çünki D Smith'dir. Smith ailəsinə məxsusdur. S apostrof olmalıydı. The River's Bank, bəli. Burada həm The River's Bank, həm də The Bank of the River. Bu hər ikisi doğrudur. Each woman's hat, hats olardı və yaxud da each woman's. Belə də olardı. Each woman's. Aha. Amma ən doğru variant women's hats olardı. Amma burada da yoxdur. 5 hours sleep. Bu da doğrudur. 1, 3, 5 deməli doğru cavabımız B variantı olacaq. 27-dən davam edirik. Choose the correct sentence with the nouns in the possessive case. Yəni digərlik halda olan düzgün isimlər istəyir. Robert's password, bəli, was. Robert has lost. Burada görürük ki, feil var. Deməli, has-in qısaltmasıdır. Yəni participle to olan bir feil var. Robert's voice, bəli. Robert is reading. Burada da present continuous'un qısaltmasıdır. Deməli, doğru cavabımız C variantı olacaq. 28. Choose the correct variant düzgün variantı müəyyən edin. Deməli, baxaq. Düzgün sual sözünü müəyyən etməliyik. Have you parked your car here? Burada you var. Artıq yəni cavab verir kimin elədiyi ilə bağlı. Who-dan işlətmək doğru olmaz. When-dən sonra bitmiş zaman işlənməz və ya here. Burada bunu da işlətmək doğru olmaz. Ya B qalır. What have you parked your car here? Bu da mənacatına uyğun gəlir. Why have you parked your car here? Deyək ki, nə üçün maşını burada saxlamısan? Doğru cavabımız B variantı olacaq. 29. Choose the line of derivative nouns. Derivativ nədir? Deməli, düzəltmə sözlər. Bilirik ki, simple sadə, derivativ düzəltmə, compound mürəkkəbdir. Championship, leadership, spaceship. Spaceship cəmdədir. Üzr istəyirəm, compounddur. Policeman, information, information sadədir. Aha, rainbow, bu deməli, compounddur, mürəkkəbdir. Childhood, happiness, dress də sadə. Doğru cavabımız C. Kingdom, realism, heroism, foreigner. Doğru cavabımız C. Choose the correct variant düzgün və müəyyən. He made much progress in English. In varsa deməli biz burada ing-li bir şey axtaracağıq. Yəni gerund axtaracağıq. In learning English. Aha, doğru cavabımız B variantı. Deyir ki, o ingilisini öyrənmədə çox irəliyə gedib, çox inkişaf əldə edib. Bu mənada B variantı. Belə dostlar, ikinci hissəmizin də izahı bununla yekunlaşdı. Ümid edirəm bütün suallar aydındır. Kanala abunə olmağı, like etməyi, dostlarınızla bölüşməyi unutmayın.